Bu hırçıltını eşidirsiniz. Məncə bundan sonra bu resepti tez-tez hazırlayacaqsınız. Çöldən hırçıldayan, içəridən isə uzanan pendirlə dolu möhtəşəm bir ləzzət. Bu resepti hazırlamaq üçün cəmi bir neçə sadə ərzaq lazımdır. 2 ədəd paxlavı həmirini üst-üstə qoyub, hərəsini əridilmiş kərə yağı və ya günəbaxan yağ ilə yağlayıram. İşlik üçün ağ pendir, Holland pendiri və təzə cəfərini qarışdırıram. Holland pendiri əvəzinə mozzarella pendiri əlavə edə bilərsiniz. Cəfərini isə şüd və göy soğan ilə əvəz etmək olar. İçliyi həmirin ortasına qoyub zərf formasında bükürəm. Ümumiyyətlə bu qəlyan altını müxtəlif içliklə hazırlamaq olar. Məsələn, bol-bol ispanaq və ağ pendir və ya kəsmik və Holland pendiri də o da çox ləzzətli alınır. Tavanı çox az yağlayıb bağlamaları zəif odda hər iki tərəfi qızıl rəng alanadək bişirirəm. Baxın necə xırçıldayır. İsti-isti kəsəndə içindəki pendir uzanır və inanılmaz iştah açır. Çöldən hırçıldayan, içəridən isə yumuşaq və bol pendirli möhtəşəm bir qəlyan aldı. Hazırlayanlara indidən nuş olsun. Kanalıma abunə olmağı da unutmayın.